وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Selamun aleyküm ve rahmetullahi ve berekatuhu. Biz deməli Yezid ibn Muaviyyə 60-dan 64-cü iləcən xilafəti barədə o vaxtı olan bəzi hadisələr barədə tarixi bəzi yazıları oxuyuruq və keçən dərslərdən qardaşlar sual veriblər ki, bəs mən dedim ki, Yarmuk döyüşündə başçılığı Yezid eləyib və mənə də qardaş dedi ki, bəs o Yezid deyil də orada Yezid hələ heç doğulmamışdı onda. Yox, o Yezid Muaviyyənin oğlu yox, Abu Süfyan oğlu Yezid. Çünki Muaviyyənin qardaşının da adı biri Yezid idi. Aydındır, ona görə yəni oradakı o Yezid Muaviyyənin oğlu deyil. Abu Süfyan radiyallahu anh oğludur. Deməli, Muaviyyə radiyallahu anh fikrə düşür. Yəni Yezidi qoymaq üçün fikrə düşür özündən sonra. Təbii ki, bunun səbəbləri var idi. Səbəbləri var idi ki, o görürdü ki, birinci xilafətə meyilliləri var, xəlifə olmağa və ikinci o xilafəti necə götürmüşdü? Çox zəif və görürdü ki, o adamlar ki, meyillidirlər xilafətə, onlar idarə elə bilməyəcəklər o xilafəti. Və həmçinin o sahabələr ki var idi, Şam əhli bəzilərini qəbul etmirdi. Şam əhli də böyük bir ərazini əhatə edirdi. Muaviyyə radiyallahu anh ağıllı kişi idi. Ağıllı hökümdar idi. Ona görə qərara gəlir, oğlu Yezidi qoysun. Yəni səbəbsiz olmayıb bu. Və lakin vəfatından qabaq hələ bir neçə il başlayır məsləhət eləməyə, məşvərət eləməyə necə deyirlər və Şam əhli razı olur beyət eləməyə. Şam əhli razı olur ki, Muaviyyədən sonra, radiyallahu anhudan sonra Yezid xəlifə olsun. Və həmçinin başqa vilayətlər, sadəcə Mədinə əhli narazılıq eləyib bəzi sahabələr. Ona görə Muaviyyə radiyallahu anh hətta Hicrətin 51-ci ili Muaviyyə radiyallahu anh həccə gedir. Onda da həcrə də həccin böyüyün oğlu Yezidi qoyur və gəlir Mədinəyə, Mədinə əhlindən görüşür. Orada bəzi sahabələrlə fikrini bildirir. Bəzi sahabələr qəbul edir, bəzi sahabələr etiraz edən olur. Etiraz da birisi ne üçün? Hakim ola hakim seçilməz. Və s. Lakin sonda ümumən razı olurlar, ümumən sakitləşirlər hamıyı. Və ona görə biz bunu tarixdən də görürük ki, Muaviyyə radiyallahu anh vəfat eləyəndə Yezidə demək olar ki, ümmətin çoxsu beyət eləyir. Beyət eləyir. Hətta böyük sahabələr, onlardan da biri İbn Ömər radiyallahu anhuma baxmayaraq o da hakim ola bilərdi. Lakin İbn Ömər radiyallahu anhuma deyir ki, baxacam, cəmaat hansına adama əgər ümmətin çoxsu qəbul edəcəksə, mən də qəbul edəcəm, əssalam. Yəni söz-söhbət istəmirəm. Bu İbn Ömər radiyallahu anhumanın mövqeyi olur. Və həmçinin Muaviyyə radiyallahu anh necə dedi ki, bunun səbəbləri var idi. Və bəziləri istifadə edəcəkdilər bu məsələdən. Əgər təyin eləməsəydi Yezidi, istifadə edəcəkdilər və bir neçə dənə sahabə istəyirdi hakimliyə. Və qorxurdu ki, fitnə düşəcək. Çünki fitnədən çıxartmışdı bu məsələni. O hakimlik, o vaxt ki Həsən radiyallahu anh ona bu xilafəti verdi, onda fitnə idi.
Fitnəli vaxtı almışdı. Yəni Muaviyə radiyallahu anh qorxdu ki, təzədən bu qayıdacaq. Ona görə bu siyasəti davam etmək üçün əminamanlığı və s. belə fikirləşdi ki, oğlu Yezidi qoysun. Oğlu Yezidi qoysun. Və həmçinin ümumiyyətlə bu hadisələrə, tarixi hadisələrə yəni fikir verəndə həmçinin bəzi etiraz edən sahabələr onlar deyirdilər ki, ne üçün bəziləri etiraz edirdilər? Deyirdilər ki, bu məsələni şuraya tərk elə. Bu məsələni şuraya tərk elə. Yəni şura özü seçsin. Elə olmasın ki, əvvəlcədən kimsə təyin eləsin. Əvvəlcədən kimsə təyin eləsin. Bu daha olar, çünki ne üçün? Ola bilər istifadə eləsin, kimsə öz oğlun qoysun və ya öz qohumun qoysun. Bu tərəfdən, bu tərəfdən onlar yanaşırdılar. Kimlər ki, məsləhət görürdü ki, bu məsələni tərk elə şuraya. Və həmçinin Həsən radiyallahu anhu Həsən biz bilirik ki, Ali ibn Əbi Talib vurulandan sonra dünyasını dəyişir və Həsən radiyallahu anhu şuranın Həsən qəbul olunur. Oğlu, böyük oğlu Həsən qəbul olur. Və Həsən xilafətə gələndə İslam dövləti çox zəifləmişdi. Və Həsənin ətrafında, radiyallahu anhunun ətrafında xavariclər var idi və ya dəstələr var idi. Xüsusən Kufə, Bəsrə, bunlar döyüşkən idilər. Yəni çoxsu müharibə əhli idi. Əskər idilər çoxsu. Yəni onlar siyasətdir və s. Dini əhkamların geniş məlumatı olan insanlar deyildi. Onlarınki nə idi? Döyüşmək. Və Həsəni təhrik edirdilər ki, Şama hücum edək. Hətta Həsən onlarla çıxdı, radiyallahu anhu. Çıxdı və yolda gördü ki, qoşun arasında fitnə düşüb. Fitnə düşdü və gördü ki, bunlarla döyüşə bilməyəcək və ancaq fitnə böyüyəcək. Muaviyə radiyallahu anhuya məktub yazır. Məktub yazır, çağırır sülhü onu. Hansı ki, atasıyla sülh eləmişdi Muaviyə. Ali radiyallahu anhuna, Muaviyə radiyallahu anhu. Sülh eləmişdilər. Və bu vaxt gəlir ki, qoşunla çıxmaq istəyirdi. Gördü vəziyyəti, qayıtdı. Muaviyə radiyallahu anhuya sülh təklif etdi və Muaviyə radiyallahu anhu razılaşdı. Və sülhdə də nə idi? Həsən radiyallahu anhu xilafəti verir Muaviyəyə. Yəni öz xoşu ilə. Yəni Muaviyə demədi ki, sən düş, sən çıx, mən olacam xəlifə. Söhbət ondan getmirdi. Sadəcə Həsən radiyallahu anhu uzağı görən insandı, ağıllı adam idi. O gördü ki, idarəçiliyi ətrafındakilərin, baxdı ətrafındakilərə, onlarla bacarmayacaq. Çünki ondan qabaq atasını elə ətrafındakilər öldürmüşdü. Hətta onu yaralamışdılar. Hətta çünki Nəhrivan döyüşündə Həsən radiyallahu anhu əli ilə döyüşəndə xavariclərə qarşı Həsəni yaralamışdılar. Və ona görə belə qərara gəldi ki, onlarla bu heç nə edə bilməyəcək və versin xilafəti Muaviyəyə və Muaviyə bacarıqlı insandır. Və doğrudan da Həsən radiyallahu anhu uzağı görən insan idi və o ən düzgün addımlarından biridir. Başqasına da verə bilərdi, lakin məhz verdi Muaviyəyə. Doğrudan da Muaviyə gələndən sonra, xilafət keçəndən sonra hökm, əminamanlıq başladı, fəthlər başladı və İslam dövləti başladı güclənməyə, zəifləyəndən sonra. Və sülh, burada idi, söhbət nədən gedir? Sülhdə nə şərtlər var idi? Məsələn, bəzilər, təbii ki, bir tərəf deyir ki, aydındır kimlərdir, deyirlər ki, orada yazılmışdı ki, Həsən Muaviyə şərt qoymuşdu ki, sən öləndən sonra xilafət qayıdır mənə. Aydındır, ola elə deyəcək. Və ya ikinci baxış da bu idi ki, yenə onlar tərəfdən, bəs birdən mənlə bir şey olsa, xilafəti veriləcək Hüseynə. Amma biz görürük ki, bu düzdür, var tarixi rivayətlər.
Çünki bu tarix barədə xüsusən bu 60-dan 64-ə və ümumən Əməvilər barədə tarixə fikir versək, biz yadınızdadır, əvvəldə dedik, tarix Abbasilərin vaxtında yazılıb. Yəni, belə rahat ab-hava deyildi. Tarix yazılmaq üçün rahat ab-hava deyildi. Ona görə üstünlük verirdilər, irəli sürürdü o rivayətlər, o ravilər ki, Əməviləri pisləyir. Baxmayaraq Əməvilərlə Abbasiləri müqayisə eləyəndə İslam dövləti daha güclü idi. Abbasilərin vaxtına müqayisə eləyəndə. Abbasilərin vaxtında bölündü İslam dövləti. Əməvilərin vaxtında bir idi. Güclü idi. Lakin Əməvilərin vaxtı pis görsədilir. Ona görə tarixdə fikir verirsən, rivayətlər cürbəcürdür. Və təbii ki, orada deyirlər, gör ki, Həsən demişdik ona, bəs radiyallahu anhu, mənə keçəcək sonra verərsən mənə göyçəlik bir xilafəti. Və ya mənə bir şey olsa, qardaşıma verərsən. Təbii, bunlar dəqiq deyil. Ne üçün? Deməli, Hüseyin radiyallahu anhu heç bunu demədi. Hüseyin radiyallahu anhu bunu demədi. Demədi ki, o Yezidlə o Kərbalada və s. demədi ki, ay cəmaat, bəs Həsən belə şərt qoymuşdu axı. Və ya Həsəni öldürdünüz və s. Onlar bəzi rivayətlər var, təbii ki, onlar Əməvilərə qarşı kin, Əməvilərə qarşı sevməməzlik görsənir açıq aydın. Və belə Həsən, ümumiyyətlə Həsənin Muaviyyəyə verməsi həmçinin böyük bir fəlakətin qabağını aldı. Minlərlə müsəlmanların ölməyinin qabağını aldı. Peyğəmbər sallallahu əleyhi və səlləm işarə eləmişdi Həsənə ki, bu Seyyid adlandırır Həsəni. Deyir ki, 2 müsəlman qoşununun qan tökülməsinin qabağını alacaq Allahın izni ilə. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm işarə eləmişdi Həsən üçün. Və doğrudan da elə oldu. O vaxt biz dedik ki, Həsənin qoşunu, Həsən özü gördü ki, onlar nə işləyə bilməyəcək. Əksinə, Həsəni də öldürə bilərlər. Belə getsə, necə ki, ondan qabaq atasını öldürmüşdülər. Amma Həsən müqayisə elədi Muaviyyənin qoşunu. Muaviyyənin qoşunu başqa idi. Hətta baxmayaraq mötəbər deyil o kitab bizdə Nəhcül Bəlağada. Əli ibn Əbi Talib radiyallahu anh Ömər ibn Xattamın qaynatası özü deyir. Özü deyir ki, öz qoşununa, Muaviyyənin qoşunla biri ilə sizin onunuzu dəyişərəm. Yəni, o görsəndi ki, bu hava qoşununda yaxşı deyildi işte. Hətta Əli ibn Əbi Talib Nəhcül Bəlağadadır. Baxmayaraq, o kitab bizdə mötəbər sayılmır. Lakin hər halda mötəbər sayılmasa da belə rivayətlər var ki, əksi göstərir əksinə. Necə danışırlar, eşidirik, əksin göstərir. Və ona görə Həsən radiyallahu anh belə qərara gəldi. Muaviyyənin qoşununda tamam başqa idi vəziyyət. Əmirlərə tabi olmaq var idi, qayda var idi, riayət eləyirdilər əmirlərə. Demək olar ki, tamamən fərqlənirdi. Və Həsən radiyallahu anh sülhü ərz eləyir Muaviyyəyə və sülhdən qabaq da hətta deməli Abdullah ibn Cəfər deməli ona məsləhət eləyir İbn Əbi Talib. Ona məsləhət eləyir, o da dəstəkləyir onun fikrini. Deyir ki, ver xilafəti. Çünki görürlər ətraf nə gündədir. Ver xilafəti və belə də razılaşır və təbii ki, xilafəti verəndə Muaviyyə gəlir Kufəyə. Həsən radiyallahu anh ona beyyət eləyir. Hüseyin də beyyət eləyir ona. Sonra gəlir Bağdada, İraqqa ümumiyyətlə şəhərlərinə keçir oradan. Hamısı beyyət eləyir ona. Və belə bu məsələ həll olunur. Sülh məsələsi. Deməli, biz bildik ki, Həsən radiyallahu anh hansısa bir şərt məlum deyil, yəni. O ki, qaldı ələm desin ki, mən səndən sonra xəlifə olacağım və ya Hüseyni verərsən xilafəti.
Çünki nə sahabələrin övladları, nə sahabələr o vaxtı heç kəs bunu qeyd eləmir. Səhih bir mənbədə heç nə gəlməyib. Amma qaldı ki, Həsən radiyallahu anh vəfatı. Təbii ki, Həsən radiyallahu anh vəfatı Muaviyyənin ölümündən qabaq idi, çox qabaq idi. Həsən neynir? O vaxt ki, Muaviyyə verir hökuməti, xilafəti, götürür ailəsi, ətrafın, qayıdırlar Mədinəyə. Mədinədə yaşamağa gedirlər. Çünki Mədinə onların əvvəl evləri idi. Necə bilirsiniz, xilafətin paytaxtı Mədinə idi. Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə Əbu Bakrın, Ömərin, Osmanın, sonra Əli xəlifə olanda bəzi siyasi məsələlərə görə keçirir xilafəti Kufəyə. Lakin o vaxt Kufədə öldürürlər onu. Və sonra Həsən gəlir. Həsən görür ki, idarə elə bilməyəcək. Düzgün addım atır, verir Muaviyyə radiyallahu anhuya. Həsən radiyallahu anhu verəndən sonra qayıdır Mədinəyə. Muaviyyə də radiyallahu anhu götürür xilafəti, aparır Şama. Paytaxt olur Şam. Və Həsən radiyallahu anhu deməli vəfatı təxminən tarixi rivayətlərdə 49-cu hicrətin 49 və ya 50-ci ilinə təsadüf edir. Yəni hicrətin 49-cu ya 50-ci ilində vəfat edib Həsən radiyallahu anhu. Onun vəfatı barədə də cürbəcür tarixdə təbii ki uydurmalar var. Gör ki Yezid İbn Muaviyyə deyir ki Həsənin qadınına, yoldaşına, Həsənin yoldaşı da Cədə bint Əl-Əş'as İbn Qeys Cədə olur. Ona deyir ki öldür Həsəni. Həsən zəhər qatı öldür. Mən səni alacam. Boş söhbətdir. Təbii ki istifadə edirlər. Atırlar yenə Muaviyyənizdə. Muaviyyə Əməvilərinizdə. Həsənin ölümü. Başqa rivayətlər də var. Başqa rivayətlər də var ki qısqanclıq səbəbi ilə və s. Lakin bunlar hamısı yəni səhih bir məlumat yoxdur o barədə. Amma zəhərləməyi ola bilsin. Ola bilsin. Amma məhz qadını zəhərləyib, cürbəcür rivayətlər gör ki, Yezid deyib ki, öldür onu, alım səni və s. Onlar hamısı səhih deyil. Səhih deyil onlar. Və düzdür, mən məsələn, qardaş da deyir ki, keçən dərslərdə deyirəm ki, Muaviyyə deyirdi. Muaviyyə yox, Yezid oğlu deyirdi ki, bəs zəhərlə gör ki, Həsəni. Həsən ölsün, mən səni alacam. O səhih deyil. Səhih deyil. Və ne üçün səbəblərdən, ne üçün bunlar hamısı uydurmadır? Birinci, əgər Yezid deseydi Cədəyə ki, onu öldür, mən səni alacam və sonra almır, ən azından qadın məclisində deyərdi ki, mən Yezid allatdı. Dedi, öldürüm onu, hə. Və ya əgər Yezid almasaydı, çıxıb deyərdi ki, kimlərəsə mənə alladıblar, bəs belə-belə. Birinci, bu ən böyük səbəblərdən məsələ, bu yalan olmaz axı. Bu şey çıxacaqdırsa. Həmçinin səbəblərdən, demək olar, həmçinin səbəblərdən ki, bu cür rivayətlər səhih deyil əsərlər. Həmçinin Cədə elə qadın deyildi ki, kasıb qadın və ya saray istəyirdi və s. Gözəl həyatı. O da gözəl həyatda yaşayırdı. Xəlifənin həyat yoldaşı idi. Həsən radiyallahu anh. Və Mədinədə yaşayırdı və xüsusən də Muaviyyə radiyallahu anh Beytülmaldan ən çox Həsənə pul verirdi. Hüseynə pul verirdi. Yəni, nə maddi cəhətdən, nə müəyyən həyat tərzi, yəni onun üçün, Cəd üçün belə qəribə deyildi ki, geçsin, razılaşsın, nədir, Yezdə ərə getmək üçün, Həsəni öldürsün öz ərin. Bu da hamısını, bu da həmçinin göstərir ki, yəni bu rivayətlər hamısı nədir? Uydurmadır. Sonra həmçinin yenə qeyd eləmək olar ki, həmçinin siyasi cəhətdən də Həsənin ölümü sərf eləmirdi. Nə Muaviyyə, nə Yezidə. Ne üçün? Çünki bəzi sahabələr xilafətə meyilli idilər. Ona görə Həsənin bu cür hərəkəti və istəməməyi
Muaviyə sərf edirdi Həsənin qalmağı. Və ölməyi sərf eləmirdi. Və xüsusən də Həsən radiyallahu anh əgər xilafətdən keçibsə, bu da asan bir iş deyil. Yəni Həsənin qalmağı sərf edirdi əslində. Həm Yezidə, həm Muaviyə. Və bu da səbəblərdəndir. Xülasə, yəni biz demək istəyirik ki, o bəzi rivayətlər var ki, uydurma. Gör ki, Cədə Həsən radiyallahu anh qadını zəhərləyib. Ola bilsin zəhərlənib Həsən. Amma məhz qadını zəhərləyib. O barədə dəqiq bir şey yoxdur. Ona görə Şeyxülislam da qeyd edir. Deyir ki, belə məsələlərdə dəqiq bir şey olmalıdır xəbər. Səhih. Zənnən, yəni ehtimalla belə danışmaq olmaz. Ona görə o barədə dəqiq bir şey yoxdur. Ola bilsin, dəqiqdir zəhərlənib Həsən. Amma kimsə eləyib və ya qadını eləyib və s. O barədə səhih bir şey yoxdur. Ona görə biz dayanırıq bu məsələdə. Dayanırıq. Baxmayaraq, bəzi rivayətlər var. 2 dənə səbəb qeyd edirlər. Gör ki, Yezid deyib, ikinci də gör ki, qısqancılıqdan. Amma heç biri səhih deyil. Səhih deyil. Sonra Şeyx müəllif deməli başqa bir məsələyə keçir. Səbəblər, hansı səbəblər var idi ki, Muaviyə Yezidə beyətə çağırırdı? Hansı səbəblər? O səbəblərə inşallah danışarıq gələn məclisimizdə. Allah subhanət hələ bizə işi faydalardan etsin və Allah bizi dində sabit etsin. Və sələmu aleykum və rəhmətullahi və bərəkatuhu.